Və bax, ibrət al, gör Allah subhanət hala 23 il Peyğəmbər sallallahu aleyhi ve sellemə Quranı nazil edib. 23 il. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem 13 il Məkkədə ancaq tohvidə çağırır. Namaz yox idi. İbadətdə axırda da hamısı. Peyğəmbər sallallahu vəfatından 2 il qabaq zəkat fərz oldu. Ölümündən 1 il qabaq da həcc. Bir də həcc elədə öldü. Qalan nə idi dəvət? Bugün insanlar ibadətlərə dəvət edirlər insanları. Kök yoxdur, əsil yoxdur. Hansı ki 13 il Allah Rasuluna çağırır, ona çağırmırlar. İnsanlar əylirlər, qalxırlar, namaz qılırlar, heç bilmir nə edir? Hara eləyir bunu, bu nədir? Allah birinci onlara özünü öyrətdi. Mən kiməm? Onların qəlbində tevhid toxumları nəşdi. O toxum böyüdü, ağac oldu. Yəni çox möhkəm bir ağac, hər küləyə yıxılmaz. Və Allah Teala biləndən sonra ki, o qəblər artıq əmirləri və qadağaları qəbul eləməyə hazırdır. Əmirləri, qadağaları. Və bildiyin əmirlər və qadağalar var, ha? Hansı ki, sən bugün İslamda bilirsən, o olmaz, bu olmaz, bu haramdır. Onlar axırıncı illərdədir. Axırıncı illərdə, əvvəldə heç nə yox idi. Heç nə, la ilahe illallah deyirdin, bu cür rəftar eləməlisən insanlarla. Onu görürsünüz, bəzi insanlar gəlir, evə başlayıb televizordan da, televizor deyib yığışdırın. Televizora nə işin var? Və yaxud da məsələn, lakdan başlayır, pomadadan. Yoldaşın, elə başlama. Tevhid. Denən ki, səni yaradan Rəbbim var. Allah subhanətlə, səni yoxdan yaradır, mütfədən. Sənə göz verib, sənə əl verib, ayaq verib. Bax, bu Allah subhanətlə ibadətə layiqdir. Ola bilər qəbul edəməz. Bəyəm, biz birincidən qəbul edədik. Amma birincidən fikirlər, insandır. Quran göstərir ki, dəvət nədir? Birinci, əhəmiyyətdən başlamalısan, ikinci, səbirli olmalısan, etaplarla. Və Quranın tədricən nazil olması buna işarədir.